Elə isə yavaş-yavaş keçid alaq biz qalibi seç düyməsini ekranda görməyə və vurğulayaq ki, bu işdə hər zaman qeyd etdiyimiz kimi süni intellekt bizim köməyimizə çatır. Süni intellekt qaliblərin nömrəsini random şəkildə təsadüfi üsulla ekranda göstərir, son 2 rəqəmi bağlı olmaq şərti ilə. Tarix olaraq ayın 20-sinə, tiraj olaraq biz artıq 51-ci tirajın, gündəlik 51-ci tirajın, 51-ci iPhone-un qalibini seçək dostlar. Qalibi seç düyməsini sıxaq və ondan geriyə bir sayın başlayacaq. 10 saniyədən sonra bir nəfər bizdən iPhone 17 qazanacaq. 7 saniyə, 6 saniyə, 5 saniyə, 4 saniyə, 3 saniyə, 2 saniyə, 1 saniyə və 0 saniyə nömrəni görək. Alqışlayırıq qalibimizi. Qalibimizin nömrəsi 55 341 91. Bir daha səsləndirəm. 55 341 91. Son 2 rəqəmi bağlı olmaq şərti ilə dostumuzu təbrik edirik. Əgər canlı yayımımız istəyirsə yazsın. Deyilsə biz yayımdan sonra həmən əlaqə saxlayacaq. Keçid alaq digər tirajımızın qalibinə, digər iPhone 17 görək kimə sahib olacaq. Qalibi seç düyməsini sıxaq və ondan geriyə biz geri sayımı başladaq. 9, 8, 7, 6 və 5 saniyə sonra iPhone 17-yə sahib olacaq. Lotereyamızda qalib olacaq dostumuz kimdir? 1 saniyə, 0 saniyə. Qalibimizin nömrəsini görək, alqışlayırıq qalibimizi. Növbəti qalibimizin nömrəsi 55 975 20. Bir daha səsləndirəm, 55 975 20 mobil nömrəli dostumuz bizdən iPhone 17 qazandı. Təbrik edirik və gündəlik sonuncu biz qalibimizdən istəyərdik ki, təyin edilməsinə keçək. Bəli, davam et düyməsini sıxaq. Ayın 22-sinə, tirajda 23-cü, daha doğrusu 53-cü bizim tirajımızın qalibi. Qalibi seçilməsini sıxaq. 10 saniyədən sonra 53-cü iPhone-un sahibi kim olacaq? Biz artıq onu müəyyənləşdirəcəyik dəyərli dostlar. Ümid edirəm ki, bizi izləyən dostlardan biri olar ki, yazar, sevincini bölüşər. 2 saniyə, 1 saniyə və 0 saniyə. Təbrik edirik bu qalibimizi də. Qalibimizin nömrəsi 55 615 85. Bir daha səsləndirəm, 55 615 85 mobil nömrəli dostumuz bizdən sadəcə 53-cü iPhone-un sahibi oldu. Təbrik edirik hər üç qalibimizi. Ümid edirik ki, daim baxın belə sürprizlərlə dolu və maraqlı həyatlar yaşasınlar. İstənilən formada bilmədikləri anda bir zəng gəlsin və onlara hədiyyələrin qazandıqlarını, fürsətlər əldə etdiklərini bildirsinlər. Hər kəsə uğurlar arzu edirik. Qeyd edək ki, bizim marafonumuz hələ davam edir. Biz hələ yolun yarısındayıq. Gəldiyimiz qədər də yol qalıb desək yanılmarıq. Siz də rahat şəkildə istədiyiniz formada 4 üsuldan istifadə edərək bizim lotereyamızda iştirak edib, bəlkə 2 gün sonra zikr avtomobilinin sahibi ola bilərsiniz, bəlkə də iPhone 17-yə. Bilmək olmaz. 1 manat qarşılığında bir zikr, 1 manat qarşılığında bir iPhone, 1 manat qarşılığında Porsche Cayenne hədiyyə qazana bilərsiniz. Daim şansınız və fürsətiniz bol olsun, dəyərli dostlar. Gələn canlı yanlarda görüşənədək. Xudahafiz.